Qoç bürcü 26-cı ildə, bu il birinci həftədə də uğurlu çıxdı. Ümumiyyətlə 26-cı ilin may ayına qədər çox super gəlir və bu superlik də buna elə ilin axırına qədər bəs eləyəcək. Buğa üçün də çox uğurlu gəlir. Buğa arzuladığı, xəyalından keçirdiyi, əldə eləmədiyi uğurları əldə eləyəcək. Əkizlərin çoxu bu həftə ziyarətgah gözlənilir onlar üçün. Amma biraz ailəsində narahatçılıq olacaq və məhkəməlik, polislik işləri də ola bilər bunların. Bu həftə şir bürcləri üçün də uğurlu gəlir və neçə aylardır şir bürcünün kimsə pul atıbmı, gözlədiyi bir iş var, o uzanırdı. Bu həftə o işlər düzələ bilər. Bu düzdür, çoxlarına aid deyil. Amma çoxlarına da biraz çətinliklər olacaq, müvəqqəti çətinlik olacaq. 1-2 saatlıq bir günlük elə belə depressiya keçib gedəcək. Qız bürcündə uğurlar görükür. Qız bürcünün bu həftə belə deyim, %40% nəsə xəstəxana ilə bağlı işlər olacaq. Zəhərlənə bilərlər, Allah uzaq eləsin, Allah qorusun. Onlar da uğur gözləyir. Tərəzi bürcünün bu həftə alqı-satqı arasında qalacaqlar. Və onlar alqı-satqıda tələsməsinlər bu həftə. Əqrəblər bu həftə biraz dalaşqan bürcün adamlar olduğuna görə biraz onlarda da narahatçılıq görükür. Hər şey özlərindən asılıdır. Oxatan üçün bu həftə gözləmədikləri ruzi, gözləmədikləri uğurlu şanslar onlar üçün açıqdır. Hər həftə oxatanlar üçün uğurlu gəlir. Oğlaq üçün də düşərli görükür. Oğlağın çoxlarının nişanları mı qayıdıb, düzələn işləri mi pozulub, onlar düzələ bilər. Dolça bürcü də bu həftə bəzilərin xəstəxanada görürəm. Bunların da dövlətlə bağlı işləri ola bilər, məhkəmə ilə bağlı işləri ola bilər, amma uğurludur. Balıqlar üçün bu həftə %100% uğurlu gözlənilir. %100% üçün balıqlar üçün bu həftə yaxşı gəlir.